Salam, dəyər nəşrlərinin 17 may tarixində keçirilmiş olduğu sınaq imtahanından 6-cı siniflərin ingilis dili suallarının doğru izahları ilə tanış olaq. 51-ci sualda doğru variant A variantı olacaqdır. 52-də D variantı, 53-də D variantı olacaqdır. 54-də A variantı. Listening əlimdə yoxdur deyə 55-ci cavab məndə hazırda yoxdur. Şərhə daha sonra qeyd edəcəm. Əgər siz nə yazmısınızsa onu şərhə yaza bilərsiniz. Keçək 56-cı suala. Mətn nə haqqındadır soruşur. Doğru cavab C variantı. 57-də B variantı. 58-də deməli A variantı olur. 59-da B variantı 2 və 3. 60-da isə paragraf 2-dən doğru cavab big olar. Keçək definitionlara, yəni 61-ə. Doğru cavab olacaqdır 61-də B variantı. Giant nəhəng deməkdir, yəni çox böyük. 2C excited həyəcanlı, çox xoşbəxt. Strange qəribə, başa düşüləsi çətin bir şey. 62-də birləşdirməni istəyir. C-yə baxırıq burada. 1B climb a mountain, dağa dırmanma. To go for a walk, gəzintiyə getmək. Ride a horse, at sürmək. 63-də onlar evi çünki gec tərk etmişdilər. Onlar qatarı nə etdilər? Buna görə qatarı qaçırarlar, yəni çata bilməzlər. Missed olacaqdır. 64 make-up sentence-dir. Doğru cavab olur A variantı. 65-də isə deməli take off olur burada. 66-cı sualda doğru cavab olur D variantı. Doğru cavabı soruşur. Daha doğrusu nə üçün? Noah ona mesaj yazır. To wish him good luck. Ona uğurlar arzulayır. Baxın, good luck in your football match today. 67-ci sualda B variantı olur. Deməli, Olivia Mia'ya nə deyir? Birthday is on Saturday. Bugün ad günüm var deyir. Yəni şənbə gün daha doğrusu. Və I am having a small party at my house. Evimdə ad günü qonaqlığım var deyir. Doğru cavab B variantı. Kanala abunə olmamısınızsa, abunə olmağı yaddan çıxarmayın. Çünki sizin üçün faydalı testlərin davamı yenə gələcək. 68-də bizdən wrong, yəni yanlış variantı istəyir. Will gələcək zamandır. Yesterday burada olmaz. Ona görə bizə lazım olan variant D variantıdır. 69-da will he help you? No, he. Sualımız will'dən başlayıb deyə, cavabımızda no var deyə, no, he will not, yəni won't olur. A variantı. 70-ci sualda deməli doğru cavab A variantı. Izdən sual verilib. No, he is not-dan cavab qayıdar. 71-də doğru cavab olur. Deməli 71-də B variantı olur. Every morning makes olar. Bir də will make-də də problem yoxdur. 72-ci sualda doğru variant C variantı. But varkən bir tərəf digərinə əks olmalıdır. C variantına baxırıq. O yeni paltar aldı. Daha doğrusu alacaq will. But I will not. Amma mən yox. Yəni C variantı olur. 73-də deməli yay planları nədir? Where are you going to travel? Sən hara səyahət edəcəksən? Sual cümləsidir. Are qabaqda olmalıdır. Yəni D variantı. 74-də A variantı. Bu həftə hara səyahət edəcəksən? Will'dən sual verəcək. Yəni A-nı qoyuruq. Bu çanta ağır görünür. Deməli, mən sənə kömək edəcəm deyirəmsə, cavab D variantı. Belə, əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Kanala abunə olmağı yaddan çıxarmayın. PDF-ə ehtiyac olsa, kanalın şərh bölməsinə yaza bilərsiniz. Göndərməyə çalışacağım. Hər birinizə uğurlar olsun.